Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 9:00. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 9 buraxılışını Leyla Cavad təqdim edir. Sabahınız xeyir, hörmətli tamaşaçılar, Azərbaycan televiziyasında xəbərlərin vaxtıdır. Bakı Hərbi Məhkəməsində erməni əsilli şəxslərin məhkəmə prosesi bugün də davam edir. Müttəhimlər bugünkü məhkəmə prosesində də onlara verilən sualları cavablandıracaqlar. Qeyd edək ki, hakim qarşısına çıxarılan Arayik Harutyunyan və digərləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı müharibə qanunlarını və adətlərini pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Avropa Parlamenti Azərbaycanın daxili hüquqi məsələlərinə qarışmağa cəhd etməzdən əvvəl öz köklü korrupsiya problemlərinin həllinə və ona münasibətdə zədələnmiş ictimai etimadın bərpasına diqqət yetirməlidir. Avropa Parlamentinin üzvləri siyasi oyunlar və maliyyə maraqlarını deyil, əsl həqiqət, ədalət və sülh arzusunu rəhbər tutmalıdırlar. Bu barədə Kanadanın məşhur nəşrində məqalə dərc olunub. Azərbaycanın ədalət hüququ. Avropa Parlamentinin erməni məhbuslarla bağlı ikili standartları başlıqlı məqalədə Azərbaycanın erməni məhbusların törətdikləri hərbi cinayətlərə görə mühakimə etdiyi bir vaxtda Avropa Parlamentinin qərəzli müdaxilələrinə məhəl qoymadığı, əksinə Azərbaycanın 2-ci Qarabağ müharibəsi zamanı əsir düşmüş Ermənistan vətəndaşlarının həbsdə saxlanması ilə bağlı absurd müzakirələrə rəvac verdiyi qeyd olunur. Çexiya, Ukraynanın 7 regionunda 13 tibb müəssisəsinin yenilənməsinə 100 milyon avro məbləğində investisiya qoymağı planlaşdırır. Bunu ölkənin Səhiyyə naziri Viktor Lyaşko bildirib. Bu, sadəcə layihələr deyil, xəstələr üçün real yeniliklərdir. Biz bu vacib yolda Ukraynaya dəstək olmaq və kömək etmək istəyinə görə Çexiyaya minnətdarıq deyə nazir qeyd edib. Bu arada, ötən gün Avropa Komissiyası sözü gedən proqram çərçivəsində Ukraynaya 3,5 milyard avro köçürüb. Bundan başqa, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ölkəyə maliyyə dəstəyini davam etdirməyə planlaşdırır. NATO ölkələri bu ilin birinci rübündə Ukraynaya 20 milyard dollardan çox hərbi yardım vəd edib. NATO'nun baş katibi Mark Rutte bu barədə məlumat verib. O, Kiyevə yardımların bundan sonra da davam edəcəyini, Rusiyanın Çin, İran və Şimali Koreya ilə birlikdə sülhə təhdid olduğunu deyib. Mark Rutte ABŞ prezidenti Donald Trump'ın Ukrayna ilə Rusiya arasında sülh təşəbbüsünü dəstəklədiyini diqqətə çatdırıb. Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri Ukraynaya növbəti yardımları müzakirə etmək üçün bugün və sabah toplantı keçirəcək. Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı sanksiyaları daha da genişləndirib. Sanksiyalar siyahısına 5 fiziki şəxs, o cümlədən bir neçə şirkət və yük gəmisi əlavə olunub. Bəzi məlumatlara görə isə hədəfə alınan şəxslər Ukrayna torpaqlarında istehsal olunmuş taxılı qanunsuz yolla Krımdan Yəmənə çatdırıb. ABŞ Maliyyə Nazirliyi bir müddət əvvəl Moskvaya qarşı sanksiyaların daha da sərtləşdirilə biləcəyini istisna etməmişdi. Martın 15-dən indiyədək ABŞ-nin Yəməndəki Husi qiyamçılarına qarşı keçirdiyi hava əməliyyatlarında həlak olanların sayı 60-ı keçib. Yerli medianın məlumatına görə hava zərbələri nəticəsində azı 61 nəfər həyatını itirib, 139 sakin yaralanıb. Ənsarallah hərəkatı isə ABŞ-yə məxsus hərbi gəmini hədəfə aldıqlarını açıqlayıb. Hücumda qanadlı raketlər və dronlardan istifadə olunub. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Birləşmiş Ştatlara idxal olunan bütün məhsullara azı 10% rüsum tətbiq ediləcəyini açıqlayıb. O, bu barədə canlı müraciəti zamanı deyib. Trump ABŞ ilə ticarət kəsiri ən yüksək olan ölkələrə tətbiq ediləcək rüsumun daha çox olacağını bildirib. Yalnız ABŞ, Kanada və Meksika arasında azad ticarət sazişinə daxil olan məhsullar istisna ediləcək. İstisna edilməyən məhsullara 25% vergi tutulmağa davam edəcək. Digər ölkələrdən idxal edilən məhsullara tariflər aprelin 5-dən qüvvəyə minəcək.
Ölkə tarixinin ən böyük zəlzələ fəlakəti ilə sarsılan Myanmada həlak olanların sayı artıb. Son məlumatlara görə 7,9 bal gücündəki yeraltı təkanlar 3000-dən çox insanın həyatına son qoyub, azı 4500 nəfər xəsarət alıb. Yüzlərlə sakin itkin düşmüş hesab edilir. Ölkə fəlakət zonalarına humanitar yardımların maneəsiz çatdırılması üçün üsyançılara qarşı əməliyyatları müvəqqəti dayandırıb. Yaponiya sahillərində 6,2 magnitudalı zəlzələ olub. Bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar 44,2 min nəfərin yaşadığı Nichinan şəhərindən cənub-şərqdə hiss olunub. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Türkiyədə Adana-Kozan avtomobil yolunda mini avtomobili ilə mikroavtobus toqquşub. Qəzada mini avtomobilinin sürücüsü, onun həyat yoldaşı və 3 övladı həlak olub. Mikroavtobusda olan 8 nəfər isə yaralanıb. Hadisə yerinə təcili yardım və polis cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Son 20 ildə itkin düşənlərin sayı rekord həddə çatıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bu barədə danışıb. Baş Assambleyada Azərbaycanın müəllifi və təşəbbüskarı olduğu itkin düşmüş şəxslər mövzusu üzrə təqdim etdiyi hesabatla bağlı çıxışında Volker Türk bildirib ki, 2024-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi 56.559 yeni itkin düşmə hadisəsi qeydə alıb ki, bu da son illərin ən yüksək göstəricisidir. Sexual violence, including collective rape and sexual exploitation. Son 45 ildə məcburi və qeyri-ixtiyari itkin düşmələr üzrə işçi qrupu 115 dövlətdə 62 mindən çox məcburi itkin düşmə hadisəsi aşkar edib. Təəssüf ki, bu yalnız çox böyük bir problemin görünən hissəsidir. Nəzərə alsaq ki, müharibələr, repressiyalar və insan alveri itkin düşmə hallarının artmasına gətirib çıxarır. Bu cür hallar cəmiyyətlərə dərin travmalar yaşadır və nəsillər boyu davam edən acılara səbəb olur. 2006-cı ildə bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında beynəlxalq konvensiya qəbul olunub. Lakin bugünə qədər cəmi 77 dövlət onu təsdiq edib. Biz dövlətləri beynəlxalq insan hüquqları öhdəliklərini yerinə yetirməyə çağırırıq. YTUAir aviaşirkəti aprelin 5-dən Moskvadan Lənkərana birbaşa reyslərə başlayır. Uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Qrafikə görə Moskvadan uçuş saat 15:45-ə, Lənkərandan isə saat 21:25-ə nəzərdə tutulub. Uçuş vaxtı 3 saat 40 dəqiqə olacaq. Ölkə ərazisində hava şəraiti dəyişir. Belə ki, yaxın günlərdə rayonlarda havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı və dolu düşəcəyi, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Hələlik bizdən bu qədər, hörmətli tamaşaçılar. ASTV xəbəri izləməyə davam edin. Sağ olun, salamat qalın.